Salam əziz şagirdlər. Belə bir sual növü verilib və 1 bölünsün A + 9-u hesablamağımızı istəyir. Uşaqlar, əvvəlcə 8-in məxrəci yoxdur. Məxrəcinə 1 atıb kəsri tərs çevirə bilərəm. A üzərinə gəl 8 böl 1. Bilirsiniz ki, 1-in mənası yoxdur. Onun üçün yazmıram. 1 bölünsün 8. Demək, A + 8 1 böl 8 alınır. Bizdən isə 1 bölünsün A + 9-u istəyir. Bunun üçün sual işarəsinin yerinə mən x yazsam və məxrəci olmayan ədədlərin məxrəci 1-dir deyə məxrəcinə 1 atsam. Sonra yenidən kəsri tərs çevirsəm. A üzərinə gəl 9 bölünsün 1. 1-in mənası yoxdur bilirsiniz. Əlbəttə ki, 1 bölü x alınacaqdır. A plus 9-u A plus 8 plus 1 kimi yazsaq. Çünki A plus 8-i 1 bölü 8 kimi vermişdi bizə. Və bərabərdir 1 bölü x yazsam. Bilirsiniz ki, məxrəzdəki 1-in mənası yoxdur. Onun üçün yazmadım. A plus 8-in qiymətini artıq bilirəm. 1 bölü 8-dir. Gətirib A plus 8-in qiymətini yazsam. 1 bölü 8 üzərinə gələk 1 bərabərdir 1 bölü x. 1-in üstünə 8-də 1. Bilirsiniz ki, alınır. 1 tam 8-də 1 bərabərdir 1 bölü x. 1 tam 8-də 1, 8-də 9 edir. Bərabərdir 1 bölü x. Yenə kəsri tərs çevirsəm, çünki biz x axtarırıq. 1 bölü x-i yox. Kəsirli tərs çevirsəm, alacam 8 bölü 9 bərabərdir x-ə. Məxrəcdəki 1-in də mənası yoxdur. Tərs çevirəndə məxrəcində 1 alınır, məna yoxdur. Onun üçün yazmadım. Yəni, x-in qiyməti 9-da 8 etdi. X nəyə demişdim? Əlbəttə ki, bizdən istənilən 1 bölünsün A plus 9-a x demişdim.